Mirzə Ələkbər Sabir, Əkinçi satirası. Əruz bəzində yazılıb. Lirik növdədir, həzəz bəhrindədir. Satiradır. Yəni buradakı mülkədar obrazı ifşa edilir. Hətta öz dili ilə, tipin öz dili ilə ifşası bu əsərdə var. Hansı ki biz bunu Axundzadənin Aldanmış Kəvakib, Müsyo Jordan əsərlərində də görmüşdük ki, tip öz dili ilə ifşa edilir. Burada mülkədar obrazı var, əkinçi obrazı var. Əkinçi obrazının amma nitqinə əsərdə qətiyyən yol verilmir. Bütün hadisələr, bütün proseslər mülkədar obrazının dili ilə danışılır. Əkinçinin başına gələn hadisələr, əkinçinin yazılığı, əkinçinin pis vəziyyətdə göstərilməsi, kasıblığı, bunlar hamısı mülkədarın dili ilə deyilir. Yəni əkinçi obrazı var. Əkinçi obrazı burada heç bir gülüş hədəfi deyil. Nə yumoristik, nə satirik. Yaza bilərlər testlərdə ki, yumoristik gülüş hədəfidir. Çünki haqqını tələb eləyə bilmir. Xeyr. Əkinçinin burada haqqın tələb etməsi və yaxud da etməməsi söhbəti yoxdur. Ümumiyyətlə əkinçinin danışığı, əkinçinin söhbəti yoxdur əsərdə. Sadəcə olaraq mülkədarın dili ilə danışılır hadisələr. Birinci bənd. Məzlumluq edib başlama fəryada əkinçi, qoyma özünü tülkülüyə adə əkinçi. Deyir ki, yazıqlıq etmə də, nalə çəkmə, fəryad çəkmə, əkinciyə deyir. Özünü tülkülüyə qoyma. Görək bu əkincinin niyə məzlumluq edir? Niyə onun hərəkətlərini tülkülüyə adlandırır? Artıq birinci bənddə yox, ikinci bənddə biləcəyik. Yəni, əkincinin yazıq vəziyyətdə olmağını birinci bənddə gördük, amma səbəbini görmədik. Niyə yazıq vəziyyətdədir? Onu biz görmədik. Yəqin ki, ikinci bənddə görərik. Bir üzrlə hər gündə gəlib durma qapımda, yalvarma mənə, boynunu kəs, burma qapımda. Deyir ki, hər gün bir üzrlə, hər gün bir xahişlə gəlib qapımda durursan, yalvarırsan, boynunu əyri vurursan, gah başına, gah döyüşünə döyürsən, deyir ki, indi bu hərəkətləri etməyin, kəndlinin bu hərəkətləri etməyini ədəbsizlik adlandırır. Baxın, deyir, ləğv olma, ədəb gözlə bu məvada, yəni yerdə, məkanda əkinçi. Yəni, əkincinin o gedib yazılıq etməyin, ondan xahiş etməyin, nəsə istəməyin ədəbsizlik adlandırır. Yəni, əslində əkinçi orada ədəbsiz bir obraz deyil, sadəcə olaraq əkincinin orada gedib ondan nəsə istəməyin, xahiş etməyin və yaxud da məzlumluq etməyin ədəbsizlik adlandırır mülkədar. Bu da mülkədar obrazının necə qəddar olduğunu göstərir. Sonra, indi birinci bənddə biz bilmədik əkinçinin problemi nədir, niyə yazılıq edir, niyə çətin vəziyyətdədir. İkinci bənddə artıq bilinəcək. Xoş keçmədi il çöllüyə, dehqanə nə borcum? Mülkədar yenə deyir ki, il xoş keçmədi, kəndliyə mənim nə borcum? Yağmadı yağış, bitmədi bir danə, nə borcum? Əsti qara yel çəltiyə, bostanə, nə borcum? Getdi mənə nə, fələlin, badə, əkinçi, lağ danışıb, başlama fəryada, əkinçi. Aha, artıq kəndlinin problemi bilindi. Deməli, il xoş keçməyib, yəni, tutaq ki, yağış yağmayıb. Sonra, yağış yağmadığına görə taxıl bitməyib, qara yel əsib. Yəni, bu da taxıla ziyandır. Sonra bostana ziyandır. Və bütün bunlara görə o əkinçinin fələliyi badə gedib. Yəni, o işləməyi bada gedib, boş yerə gedib. İndi həmin o prosesləri gəlib o əkinçi, bu prosesləri yağış yağmamasının, qara yel əsməyin mülkədara danışır. O da deyir ki, lağ danışma, nalə çəkmə, bunlardan mənə nə? Sonra deyir, aldı dolu əldən sər-ü samanını neylim? Yenə də təbii fəlakətdən danışılır. Yəni dolu olub, ona görə sər-ü samanı, yəni taxılı məhv olub. Yayın ki çəyirtkə yedi bostanı. Yenə də artıq bu dəfə təbii fəlakət yox, çəyirtkənin o bostanını yeməyin söhbəti var. Verdin keçən il. Aha, deməli, burada problemlər baş verib. Yəni kəndlinin məhsulun bol olmamasına səbəb problemlər olmasıdır. Hətta bu problemlər keçən ildə olub. Niyə? Hardan bilirik? Deyir, verdin keçən il borcuna, yorğanına. Keçən ildə məhsulu olmadığına görə borc olaraq mülkədara nə verib kəndli? Yorğanını. İndi deyir ki, ol indi palas satmağa hazır. Amadə hazır deməkdir. Əkinçi, lal ol. Abalan, başlama fəryada əkinçi. Deyir, keçən il yorğanını vermişdin, indi də palas satmağa hazır olmalısan. Söz açma mənə, çox çalışıb az yeməyindən. Burada kəndli demir, mən çox çalışıb az yeyirəm. Mülkədar kəndlinin dediyi sözlərini təkrar eləyir. Güya kəndli ona deyib ki, çox çalışıram,
çox çalışıram, az yeyirəm. İndi davam edirik. Söz açma mənə, çox çalışıb az yeməyindən, canım be cəhənnəm ki, ölürsən deməyindən. Mən gözləmənəm, buğda çıxar, ver bəbəyindən. Çəlti də gətir, arpa da, buğda da, əkinçi, yoxsa sayaram, soyaram lap dərini adı əkinçi. Deyir ki, mənə çox danışmağından, çox işləməyindən danışma, canın cəhənnəmə olsun, mənə aidiyyəti yoxdur, sən ölürsən, qalırsan. Sonra deyir ki, mən gözləmirəm, buğdanı gətir, yoxdur, çıxart göz bəbəyindən ver o buğdanı, çəltiyi ver, arpanı ver, buğdanı ver. Yoxsa deyir, sənin dərivi soyaram, yəni sənə zülm eləyərəm, mülkədar deyir. Sən hey də yoxumdur, çıxarıb canını allam. Yenə də mülkədarın dilindən. Deyirsən, yox desən də sənin canını alaram. Vallah ovub didiyi giryanını allam. Yəni gözümü çıxardıb alaram. Şallağa tutaram deyir səni, canını. Öz halını sal indi özün yada əkinçi. Deyir, bax bu vəziyyətləri səni salaram. Ha, indi həmin o vəziyyətləri göz önünə gətir. Əkinçiyə deyir. Lağlaq danışıb başlama fəryadı əkinçi. Yəni əkinçinin də bu normal danışıqlarını o lağlaq adlandırır. Cütçü babasan, buğdanı ver, darı yeyərsən. Əkinçini cütçü adlandırır. Deyir ki, buğdanı mənə ver, özün darı yeyərsən, daha keyfiyyətsizin. Su olmasa qışda əridib, qarı yeyərsən. Daşdan yumuşaq, zəhər nədir? Daşı, hətta daşdan yumuşaq olan zəhəri, mar, ilanı belə yeyərsən sən, deyir. Öyrəşməmisən ətə yağa dünyada əkinçi. Deyirsən, ətə yağa öyrəşməmisən. Heyvan kimi ömr eyləmsən. Əkinçini deməli, yaşayış tərzin heyvanın yaşayış tərzinə bənzədir. Lakin mənim insanlıq olub, indi artıq öz həyatından danışır burada. Mənim deyir, insanlıq olub vəzimədarım. Bəyzadəyəm, özüm bəyzadəni adlandırır. Rahatlıqdır deyir mənim cümlə qərarım. Meysiz, məzəsiz, bitməz olur şamın aharım. Yəni mənim günortam, axşamım mey, məzə ilə, yeməklə keçib. İşte belədir haləti bəyzadə əkinçi. Deməli, bəyzadələrin, bəylərin, mülkədarların vəziyyətin burada təsvir edir. Bəyzadələrin rəsmi budur, adə əkinçi. Burada deməli nələrə diqqət etməliyik? Əsərdə narazılıq əmələ gətirən məqamlar, yəni bu əsərdə şairin bir növ narazılığı nəyədir? Yəni kəndlilərin mülkədar qarşısında aciz vəziyyətə düşməsi onu narahat edir. Yəni şairi narahat edir. Sonra kəndlilərin həddindən artıq zülmə dözməsi, mülkədarların kəndliləri soyması, talaması, incitməsi bu şairi bir növ narahat edən proseslərdir. Sonra müşəqqətli həyat keçirən kəndlilərin, deməli, burada nəyə diqqət edirik? Burada biz dedik ki, əkinçi obrazının heç bir nitqinə yer verilməyib. Amma oradakı əkinçi obrazı bütün, belə deyək də, çətin həyat keçirən, çətin həyat sürən kəndlilərin ümumiləşdirilmiş obrazıdır. Həmin o əkinçi obrazı ümumiləşdirilmiş obrazdır. Təkcə bir nəfər əkinçiyə aid deyil. Həmin o dövrdə çətin həyat yaşayan bütün kəndlilərin ümumiləşdirilmiş obrazıdır. Yəni kəndlinin də ağır vəziyyəti mülkədarın dili ilə göstərilir. Sonra təbii fəlakətlərə görə kəndli çətin vəziyyətə düşmüşdür. Və mülkədar da öz nitqində kəndlini insan yerə qoymadığını açıqlayır, hətta onu heyvana bənzədir. Yəni